Salam əziz şagirdlər. Deməli, belə bir mövzunun izahını sizə qısa şəkildə təqdim eləmək istəyirəm. Mövzu nədir? Tamamlayıcı çoxluq söhbəti. Adətən şagirdlərin bununla biz 6-cı sinifdə rastlaşırıq, amma yuxarı siniflərdə təbii ki, bundan istifadə edirik. Şagirdlərimiz bu mövzuda nəsə çətinlik çəkirlər. Deməli, tamamlayıcı çoxluq haqqında biz bilməliyik ki, tamamlayıcı söhbəti ancaq alt çoxluqlarda olur. Nə demək istəyirəm? Məsələn, hər hansı bir A çoxluğu götürürəm, elementləri 1, 2, 3, 4, 5 olsun. Düzdürmü? Bir də hər hansı bunun alt çoxluğu olan B çoxluğu götürürəm. Elementləri olsun 1, 2, 3. Əvvəla tamamlayıcı nə deməkdir? Adı üstündə. Mən həmişə demişəm, yenə də deyirəm, riyaziyyatda adlar çox önəmlidir. Ada bir dənə fikir verirsiniz, adın özündə bəzi söhbətlər elə gizlidir. Nə? Tamamlayıcı. Tamamlayıcı nə deməkdir? Bir işi, məsələn, kimsə bizə deyir ki, get filan işi tamamla. Yəni bitir, sonlandır, düzdürmü? Burada da B çoxluğunun A çoxluğuna tamamlayıcısından söhbət gedə bilər. Tərifin deyəndə deyir ki, əgər B çoxluğu A çoxluğunun A çoxluğudursa, A-nın B-yə fərqi B-nin A-ya tamamlayıcısıdır. Tərifə fikir verəndə adamı çaşdırır ki, bu nə danışır, qarış-quruş oldu, amma əslində elə deyil. Tərifin özü də çox netdir. Əgər B çoxluğu A çoxluğunun alt çoxluğudursa, bəli, burada B alt çoxluğudur A-nın. Niyə görə? Çünki B-nin hər bir elementi A-nın içində var. B çoxluğu A çoxluğunun alt çoxluğudur. Onda deyir, A-nın B-yə fərqi. Baxın, A-nın B-yə fərqi nədir, əziz şagirdlər? A-nın B-yə fərqi A-da olub B-də olmayan elementlər. A-da olub B-də olmayan elementlər hansılardır? 4 və 5. Həmin bu 4 ilə 5-ə B-nin A-ya tamamlayıcısı deyilir. Yəni, bu B-nin üzərinə bu 4 ilə 5-i əlavə etsəz, elə A alınar. Doğrudan da B çoxluğunun üzərinə 4 ilə 5-i yazsam, yəni bunun yanına bir də 4-5 yazsam, baxacam ki, elə A ilə bərabər çoxluq alındı. Ona görə də A-nın B-yə fərqinə B-nin A-ya tamamlayıcısı deyilir və şərti olaraq yazılanda, riyazi olaraq bu belə yazılır. B ayağında A, başında iştirik, yəni B-nin A-ya tamamlayıcısı bərabərdir A-nın B-yə fərqinə, yəni 4 və 5-ə. Bu formada, təkrar deyirəm, tamamlayıcı söhbəti ancaq alt çoxluqlar arasında ola bilər və alt çoxluğun üst çoxluq anlayışı yoxdur, amma loru dillə desək, üst çoxluğa, yəni ondan böyük olan kimin ki, hansı çoxluğun ki, alt çoxluğudur bu çoxluq, ona tamamlayıcısından söhbət gedir. Belə, sağ olun.